Deməli, yazıram. Dövr operatoru, var. Uşaqlar, bir dənə də operatorumuz var, o da yazıram for dövrü. Baxacağım da görün, ikisini bir yerdə keçə bilsəm keçəcəm. For və while dövrü. Biz dövrə alqoritm keçmişdik, düzdürmü? Dövr təkrar tamamlayırdım. Ta ki, o şərti ödəyib, həmin necə deyirlər, alqoritmdən yox cavabını alıb çıxana kimi. Düzdürmü? Nəsə burada belə bir şərt olurdu. Hə desəm, gəlib buradan hər hansısa bir misal yerinə yetirildi. Belə deyim. Bu həq oldu. Yox, əgərəm yox deyəcəmsə, bu təzədən. Hə deyirdim, nə qədər ki o şərt ödənilirdi, gəlirdim bura. Şərt tamamlanandan sonra deyirdim ki, yox. Yox qoluna gedirdim. Hər hansısa bir ya sərbəstim varsa burada onu eləyirəm. Yoxdursa verilən o deri dəyişkəni çapa verirəm. Bu qədər başa düşdük. Məsəl üçün belə gedirik. Yaxşı olar ki, hər hansısa bir misal üzərində gedək. Tutalım. Deyirəm ki, birinci. Birinci yazıram. A bərabərdə 6-ya. B bərabərdə 2-yə. While while A məsəl üçün. Biraz qəliz şərt verim. Vuraq B böyükdürsə 25-dən. 2 nöqtəni koydum. Onda A bərabərdir A plus 1-i hesablayaq. Və B bərabərdir B plus 2-ni hesablayaq. C də bərabərdir A plus B-ni hesablayaq. Print C. C-ni də çapa verək. Necə deyərlər. Gəlib burada nə edirəm? Birinci dövrümdə deyirəm ki, gətirib yerinə qoyuram. A-nın qiyməti nədir? 6. 6, bu da 2. 12 kiçikdirmi 25-dən? Deyirəm, hə. Hə deyirəmsə, hə. Düşürəm içəri. İçəridə nədir? A bərabərdir. A-nın qiyməti nədir? 6 plus 1 elədi 7. Sonra B də bərabərdir. 2-nin üzərinə 2 gəlirəm, eləyir 4. Burada bax, dövrüm bitdi. Yəni, misal həlli bitdi. Amma şərt məndə tamamlanmayıb. Ona görə təzədən buradan gəlirəm bura. Və ikinci dövrüm başlayır artıq burada. Burada artıq A-nın qiyməti 7-dir. B-nin qiyməti nədir? 4-dür. Nə edirəm? 4-ü vururam 7-yə. Bu şəkildə. 28 kiçikdirmi 25-də? Deyirəm ki, yox. Yox deyəndə girə bilmirəm artıq. Buradakı misalları həll eləyə bilmirəm. X düşür. Amma baxıram ki, mənim aşağıda bir dənə sərbəstim var. Sərbəstim də nədir? C bərabərdir. A-nın axırıncı qiyməti nədir? 7. B-nin axırıncı qiyməti nədir? 4. 7-nin üzərinə 4 gəlirəm və 11-i çapa vermiş oluram. Başa düşdük. Sual var uşaqlar? Sual yoxdur. Onda mən buna aid bir dənə misal verim, siz onu edin. Görək, necə edəsiniz? Bu səfər də siz edin. Deyirəm ki, 2 A bərabərdir 16-ya. B bərabərdir 22-yə.
While, while belə deyir. Belə yazım. A kiçikdirsə B-dən nə qədər ki, onda A bərabərdir A plus 3-ü hesabla. Sonra B bərabərdir B çıxaq 1-i hesabla. Daha sonra hesapla A bərabərdir A plus 4'ü. B bərabərdir B minus 1'i. C bərabərdir A plus B'ni. Print C. Heh. Hesablarsınız yoxsa mən eləyim? Hə, uşaqlar? Hesabım. Hesabla. 45. Görək öbürsü nədir? Kırk üç. Hədicə sən? Deməli, mən hesablayayım. Birinci. A bərabərdir 16, B bərabərdir 22. Deyirəm 16 kiçikdirmi 22-dən? Deyirəm hə. Onu düşürəm içəri. A bərabərdir 16-nın üzərinə gəlirəm 3-ü bərabər edirəm 19-a. B də bərabərdir 22-dən çıxıram 1-i elədi 21. Deməli, A-nın qiyməti ikinci dövrə girəndə belə olacaq. A bərabərdir 19-a. 19 deyib 12 yazdım. B də bərabər olur 21-ə. 19 kiçikdirmi 21-dən yoxlayıram. Deyirəm hə. Hə dediyimə görə girəm içəriyə. A bərabərdir 19-un üzərinə gəlirəm 3-ü bərabər edirəm 22-yə. Daha sonra B də bərabərdir 21-dən çıxıram 1-i eləyirəm 20. Sonra gəlirəm 3-cü dövrə. 3-cü dövrdə A bərabərdir 22-yə, B bərabərdir 20-yə. Deyirəm ki, 22 kiçikdirmi 21-dən? Nə olacaq? Yox. Yox dedimmi? Daha buradakı bu 2 dənə misala düşə bilmirəm. Həll eləyə bilmirəm. Həll eləyə bilmədiyimə görə gəlirəm burada, mənim sərbəstim var. Baxın, bu sərbəst. Sərbəst yoxa çıxdı uşaqlar. Hə, sərbəstim var. Gəlirəm buradan yazım, aralı yazım. Deməli, A bərabərdir. Bu sərbəst və bunu eləyirəm. Nədir bunun A-nın qiyməti? 22-nin üzərinə gəlirəm 4-ə eləyir 26. Daha sonra B də bərabərdir. B-dən 1 çıxıram. B-nin axırıncı qiyməti 20-dir. Çıxıram 1 eləyir 19. C də bərabərdir. 26-nın üzərinə gəlirəm 19-u alıram 45-i. 45 deyənlər düz almışdı. Print 45. Sual var. Qoşulma oldu. Neyle qoşuldu? Aşağınız xeyir müəllimə. Hı. Bəli müəllimə, gələnə kimi qoşulum. Hə. Sonra çıxar. Daha sonra. Üçüncü. Deməli, üçüncü misal yazıram. A bərabərdir 30-a. B bərabərdir 23-ə. While A böyükdürsə B-dən, onda A bərabərdir A plus
A minus 3'e hesaplasın. B bərabərdir. B plus 1'i hesaplasın. Və buradan A çıxaq 2'ni. B də bərabərdir. B plus 3'ü. C də bərabərdir. A plus B'ni hesaplasın. Birinci. 50. Hı. Zəhra, nə oldu? 50 demədim ben. Hı. Deməli, uşaqlar, hesablayıram. Deməli, Leyla, biz dövr keçdik, while dövrü. While dövrü bu şərti yoxlayacaq. Bu şərt tamamlanandan sonra nə qədər ki, hə deyəcək, bunu eləyəcək. Qaydacaq təkrar-təkrar. Bura girəcək, burada yoxlayacaq. Qaydacaq təkrar-təkrar. Buranı eləyəcək, sonra yenidən qaydacaq bura. Neçə dəfə bu şərtə yox deyəndə artıq dayanacaq. Görək, neçə dəfə bu şərtə hə deyəcəm. Deməli, A-nın qiyməti nədir? A-nın qiyməti 30, A bərabərdir 30. B bərabərdir 23. Deməli, 30 böyükdürmü 23-dən? Deyirəm, hə. Hə deyirəm, düşürəm aşağı. A bərabərdir 30, çıxaq 3, bərabərdir 27-yə. Daha sonra B də bərabərdir 23 plus 1 bərabərdir 24-ə. Sonra, bax, bu birinci dövrümüz. Hələ ki, buradayım. Bax, bu rəqəmlər qutarıb buradan yox deməyincə mən buradan çıxa bilmirəm. Önce ikinci dövrdə A-nın qiyməti 27-dir, B-nin qiyməti də 4-dür, 24-dür. Deyirəm ki, 27 böyükdürmü 23-dən? Yenə nə deyirəm? Hə. Hə dediyimə görə A bərabərdir 27-dən çıxıram 3-ü. Eləyir 24. B də bərabərdir 24-ün üzərinə gələn biri, elə də 25. Daha sonra gəlirəm, burada üçüncü dövrəmə, bu ikinci idi. Bu da üçüncü dövrüm. Üçüncü dövrdə deyirəm, A bərabərdir 24-ə, B bərabərdir 25-ə. 24 böyükdürmü? 25-dən. Nə deyəcəm Leyla? Yox. Yox olduğuna görə, bəli, mən bura girə bilmirəm. Bu iki dənə misalda həll eləmirəm. Çünki dövr bitdi. Dövr bitdi, sonra gəlirəm, baxın bu hissəni eləyirəm. Bu hissə mənim sərbəstimdir. Dövrü qutaran kimi bura keçirəm. A bərabərdir, deyir 24-ü. 24-dən çıx 2, elədi 22. B də bərabərdir. B-nin 20 B'nin qiyməti nə idi? Axırıncı 25. 25-dən üzərinin üstünə 3 gəlirəm. Elədi 28. Sonra deyir ki, C ilə bərabərdir 22 ilə 28-i topla. O da elədi 50. Все, print 50. Bunları başa düşdünüz. Bunlar başa düşdüksə biraz necə deyirlər, daha belə imtahan tiplilərə keçək. Necə deyəlim. Deməli, burada yazıram. A bərabərdir 30-a. While A nə qədər ki böyükdür 0-dan. A bərabərdir A çıxaq 10-u. Print
A-nı heç yaz. A-dır bu. Çoxdur, sıfır deyil. Hə, buna bir dənə baxın. Sıfır. Hı hı. Nəsə dediniz Zəhra? Sıfır. Sıfır niyə? Çünkü sıfır olmadı sıfır. Evet. Nəyə? Sıfır eləmir. Mənfi 10 eləməyəcək. Yox. Uşaqlar, print hardadır? Ha, dövrün içinde diye anın son qiymətindən alacaq onu. Yox. Printin içindədir. Dövrün içindədir deyənə 3 dəfə bu getməyəcək. Sıfır Ben, sıfıra bərabər olanda mən dayanmayacağam. ben, Onda o A-nın bütün o 3 dövrdəki qiymətini çap eləməyəcək Zəhra. ben, Hə. İndi sənə aydın oldu. Onda nə edirəm? 30 böyükdürmü sıfırdan? Hə deyirəm, düşürəm içəri. A bərabərdir 30-dan çıxıram 10-u. Neçə elədi? 20. Gəldim, print 20-ni çapa verdim. Düzdürmü? 20-yi çapa verdim burada. Daha sonra deyirəm, ikinci. Tutarmı bax hadi. 20 kiçikdirmi sıfırdan? Hə deyirəm, düşürəm aşağı. A bərabərdir 20-dən çıxıram 10-u, elədi 10. Gələn deyirəm print nə? 10. Onu da çapa verdim. Niyə görə alt-alta yazdım? Zəhra. Üçüncü, ondan üçüncü, üçüncü bir dəqiqə deyildi. Deyirəm 10 böyükdürmü sıfırdan? Hə deyirəm, düşürəm. A bərabərdir 10, çıxaq 10, elədir 0. Gəlirəm, print. Neyse burada səhv ol, print sözüdür. Sıfırı çapa verdim. Sıfırı da çapa verdim. Düzdür. Gəlirəm dördüncü şərtdə nə deyirəm? 0 böyükdürmü sıfırdan? Yox deyirəm, 4-dən çıxıb gedirəm. Onda cavabım nə oldu? Bu. Niyə görə alt-alta yazdım? çünkü print'ten de ayrı ayrı dörde çaplayanda görünmeyen en doğru onca da satırı düşür. Bəli, içində slash n var. Başa düşdük. Nəsə bu sizə biraz elə bir qəliz gəldi. Nəyəsə görə. Hə? Niyə uşaqlar? Gəlin indi biraz bunu verin. A bərabərdir 30. While A bərabərdir 40 verin. 40. A böyükdürsə sıfırdan. A bərabərdirsə A çıxaq onu. Print A. Hə. 20, 10, 0. Yox. Ne? Dövrde değil. Bax, bu yox, aşağıdakına bax, anlamırsan. Burada getdən aşağı. Burada print hardadır? Hardadır Musa? Hə. Burada printim hardadır? Dövrün içində bax. Dövr. Burada deyil ki. Düzdürmü? Bax, burada deyil. While'ın altında. While'la bir sırada olanda ikisi bir hüquqlu olur. Amma bu print while'ın altındadır. Yəni, belə deyim də, while'ın qənətlərinin altındadır. While'ın balasıdır, belə deyək. Başa düşdün? Ona görə hər dəfə dövr icralarında o da çapa gedir. Amma burada olsa eyni hüquqlu olur. Qənətlərin altında deyil, çöldədir. Belə deyək. Burada gəldim. İndi print hardadır? Bax. Çöldədir. Bir tanesi olacak onda. Onda bir dənə 30. qiymət. Yox, 30 yox. 30-dan bir dəfə onu çıxarsan, alarsan 20. 20-dən bir dənə onu çıxarsan, hər dəfə müqayisə edirsən sıfırdan böyük qiyməti. Alarsan 10. Ondan da bir dənə onu çıxarsan, alarsan 0.
Sıfırı da gəlib deyəsən sıfır necə? A-nın axırıncı qiyməti olacaq. A bərabərdir sıfıra bu misalda. Burada da yox deyəsən, deyəsən sıfır böyükdürmü sıfırdan? Deyəsən yox, dövrdən çıxarsan, gələrsən sıfırı çapa verərsən. Açıq yazın. Yaxşı, gəl açıq yazın. Deməli, birinci dövrdə. Deyirəm ki, 30, yox, 40 yazmışdım, mən 30-la hesabladım. Yaxşı, 40 böyükdürmü sıfırdan? Deyirəm ki, hə. Düşürəm aşağı. A bərabərdir. 40-dan çıxıram 10-a. Elədim 30. Gəlirəm görəm birinci zad yoxdur da. Təzədən ikinci dövrdə gəlirəm bura. 30 böyükdürmü sıfırdan? Deyirəm hə. Düşürəm aşağı. A bərabərdir 30-dan çıxıram 10-u. Elədi 20. Gəlirəm bu səfər 20-ni yoxlayıram. 20 böyükdürmü sıfırdan? Deyirəm hə. Gəlirəm deyirəm A bərabərdir 20 çıxılsın 10. Daha sonra burada oldu nə? A, 10, axırıncı qiymət. Sonra A-nı yenə gətirib qoyuram dördüncü dövrdə. Deyirəm ki, 10 böyükdürmü sıfırdan? Hə deyirəm, düşürəm aşağı. A bərabərdir 10, çıxaq 10, elədir 0. A bərabər oldu mu sıfıra? Gələm burada deyirəm ki, A, A yox, 0 böyükdürmü sıfırdan 5-ci dövrdə? Deyirəm ki, yox, böyük deyil. Bərabərdir bir-birinə. Onda nə deyir? Deyir ki, A-nı çapa ver. A-nın axırıncı qiyməti nə olub burada? 0. 0-ı da aparıb çapa verir. Başa düşdük? Hə? Sual var, uşaqlar. Yoxdur. Onda gəl birində buradan eləyək. A bərabərdir 30. Dərxi verməyəcəm dayı. 40-da dövr çox gedir. While A nə qədər böyük bərabərdir yazıram 0-dan. Print. Print hardadır? Dövr. Eləyim gedim. Otuz, 20, 10, 0 bir de mənfi 10. Xədicə, sən? Zəhra. Hı, yaxşı. Bəs o birsə Xədicə, Nihat, Leyla. Elə dedik mi olacaq deyə yəqin. Yəqin ki, nədir? O nə sözdür? Tapmaca Mən tapırıq. Hə, Nihat, tapmacadır, yəqin ki. yox, mən deyirəm ki, mənim Hə, üçün. hə, hı. Deməli, hesablayıram. 30 böyük bərabərdirmi sıfırdan? Deyirəm, hə, düşürəm aşağı. Onu deyir, 30-u çapa ver. 30-u çapa ver. Düzdürmü? Print. Mesela printin kısa forması. Print 30. Sonra deyir ki, A bərabərdir 30-dan çıxaq onu. Elədi 20. Gələn bura. Deyirəm 20, ikinci dövrümdür bu. 20 böyükdürmü? Böyük bərabərdirmi sıfırdan? Deyirəm hə. Düşürəm aşağı. Print 20-ni çapa verir. Sonra deyirəm ki, A bərabərdir 20, çıxaq 10 bərabərdir 20, 10-a. 20-dən 10 çıxıb 20-yə bərabər edirəm. Nəysə. Sonra gəldim üçüncü dövrümdə. Üçüncü dövrümdə 10 böyük bərabərdirmi? Sıfırdan. Deyirəm, hə. Düşürəm aşağı, print, onu çapa verir. Sonra A bərabərdir 10 çıxaq neçə? 10.
Elədi 0. Gəlib deyirəm 0 dördüncü dövrdə. 0 böyük bərabərdirmi 0? Böyük olmasa da bərabərdir uşaqlar. Düzdürmü? Ona görə buna da hə deyirəm. Ona deyirəm print 0-ı çapa ver. Sonra gəlirəm A bərabərdir 0-dan çıxıram 10-u eləyir -10. Gördün Nihat? 5-ci dövrümə girə bilmirəm. -10 çünki 5-ci dövrdə deyir ki -10 böyük bərabərdir 0-dan. Deyirəm yox. Ona görə da yoxdur. Gəlirəm bir də axırıncı printim var. Bu da -10-u burada çapa verir. Deməli içərilərdə nəyi çapa verdik? 30-u, 20-ni, 10-u, 0-ı və ən sonunda da çölə çıxıb içəridə bunları çapa verdik, çöldə də bunu. Onda sırayla yazsa 30, 20, 10, 0 və -10. Başa düşdük. Sual yoxdur ki? Yoxdur. Şimdi gəlin birindeyim. Deməli, bu səfər belə bir misal verir. A bərabərdir 30-a. Görək o ayrıntı nədir? Nəyi istəyirəm sizdən? Sonra while A bərabərdirsə 0-a. A bərabərdir A minus 10. Print A'nı çapa versin. Bir dənə də print çöldə yazdım. İndi bunu tapın. Görək burada mən nə yazmaq istədim. Və sadəcə print sonra deyə 30 almayacaq. Yaxşı kimi olacaq. Mən 20-dən -10-a kimi olmayacaq. Baxaq indi. Görək burada nə çıxacaq, nə olacaq. Həll edilir. -10 neçə dəfə çap olunacaq iş prosesdə, onu mənə deməliyiniz. Hə? Birinci. 30 böyük bərabərdir 0-dan. Hə deyirəm, düşürəm aşağı. A bərabərdir 30-dan çıxıram 10-u, alıram 20-ni. Print onu çapa verir. 20 nəyə daha doğrusu? 20-ni çapa verdi. Keçirəm ikinci dövrümə. İkinci dövrdə 20, anladı. 20 böyük bərabərdirmi? 0-dan. Deyirəm, hə. Düşürəm aşağı. A-nın qiyməti A bərabərdir 20, çıxaq 10, elədir 10. Burada print 10. Print 10. Onu çapa verdi. Daha sonra gəlirəm üçüncü dövründə. 10 0-dan deyirəm, hə. A da bərabərdir. 10-dan çıxıram 10-u, aldım 0. Print onu 0-ı çapa verir. 0-ı çapa verdimmi? Gəlirəm dördüncü dövrünə. Dördüncü dövrdə 0 böyük bərabərdirmi 0-a? Deyirəm, hə. Onda A bərabərdir 0 çıxaq 10, bərabərdir -10-a. -10-u çapa verdim. Print
Mənfi 10-u çapa verdim. Gəlirəm 5-ci dövrümü yoxlamağa. 5-ci dövrümdə də deyirəm mənfi 10 böyük bərabərdirmi sıfırdan? Deyirəm yox, dövrdən çıxıram. Düzdür uşaqlar? Dövrdən çıxdım. Amma mən burada sonda nəyim var? Yenə də print var, sərbəst. Düzdürmü? Sonda bir dənə printim var mənim. Burada da gəlib mənfi 10-u çapa verirəm. Onda mənfi 10 neçə dəfə çapa getmiş olur? Bir burada, bir burada. Cavab belə olur. 20, 10, 0, mənfi 10. Bir dənə də buradakı mənfi 10. Belədir, mənfi 10. Yəni, bax, bunlar. Hı. Siz niyə bunu həll eləmirsiniz? Niyə mən həll Dedim edeyim? müəllim, Demədiniz. əlavəsi. Demədiniz ki, 2 dəfə çap olunacaq. Nə Zəhra, nə sən? Deyəcəkdim müəllim, şansımı itirmək istəmədim. Hə, şansını itirmək istəmədi. A bərabərdir 30-a. Mən hesablamaq asan da olsun deyə bir nümunə üstündə bütün misalları həll etdirirəm, bütün növləri. Print A. A da bərabərdir. A. Bu mərtəzə burada yoxdur uşaqlar. Düz gəldi. Sağ ona. Print A-nı çap edək. Yəni buradan. Hə, həll eləyin görün. Otuzla 20. Yox. Misalı dəftər qələm götür yaz. 30, 20'ye bir yaş içimi oldu. Bir de ahırı yine 2 dəfə çap edəcəm. Elə şey yoxdur. Bax, Mən niyə bir dəfə print var burada? Zərfliyi top yazmadınız. yazmışam. Sıfırı çap edəcək 2 dəfə. Hə? Əlimdəydi, çıxım nə dediniz? Deyirəm, sıfırı 2 dəfə çap eləyəcək. Sıfırı. Hə. 30 elə çap eləməyəcək, 0 yoxdur. Yox, bir dəqiqə. Bir dəqiqə, səhv deyirsiniz ikinizdə cavabı. Həll edin, cavabı deyin tez. Mən 30 sıfırdan böyük olanda bir dəfə, yəni A sıfırdan böyük olanda çap olunur. 30 çap olunacaq da bir dəfə. Daha sonra onu keçəndən 20, onu çıxdıq, 20 çap olunacaq da bir dəfə də. Hə, sonra. Sonrası yoxdur axı. Niyə yoxdur? Niyə olsun? Niyə olmasın ki? Təzədən 20-ni qoyuruq ora, ondan hesablayırıq. Niyə hesablamayayım ki? Aha, Hə. yox, 20, 10 olur. Sonra yenə səhv dedim. 30, Yes. 20, 10, 0 və mənfi 10. Yox, yenə səhv. Yox, mənfi 10, Elə 30, 20. Vərəq götürüb həll eləmirsiniz. Tapmaca tapırıq elə burada. Şu əsəbləşirəm. 30-dan 0-a kimi. Hə. Bunların bəlli deməyinə bax. Şey. Benim ünketim qəddar rejimə deyim, şəkillərini çəkin, həll elədiyi üzü. A bərabərdir. 30-dan çıxıram onu. Neçə elədir? 20. Bu 20 tullayıram o yüzden Nihat. Yoxsa qayıdıram Tamam, dövrü niyə yoxlamağa. Təzədən yazılır. Təzədən çıxdım dövrü yoxlayıram. Hə dedim buna da. Buna da hə demişdim. Düşürəm aşağı. Print. 20'ni çapa verdim. Düzdürmü? Gələm. A bərabərdir. 20'dən çıxıram onu. Elədi 10. Çıxıram yuxarı. Çıxıram çıxmıram. Çıxırıq. Üçüncü dövr. 10. Böyükdürmü sıfırdan? Hə dedim. Düşürəm aşağı. Print. Nə? Nəyi çapa verirəm? Hə Nihat? Nəyi çapa verirəm? Hı. Onu. A bərabərdir. 20 çıxaq 10 bərabərdir nə? 20 nə idi? 10 çıxaq 10 elədi 0. Dördüncü dövrə gəlirəm. 0 böyükdürmü sıfırdan? Yox. Yox, dövrdən atdı mənə. Mən bu içəridə nəyi çap elədim?
30'u, 20'ni, 10'u. 30, 20, 10. Bu şəkildə. Sonuna da deyib bir dəfə daha onu çap elə. Bir dəfə də gəlib sıfırı çap eləyirəm. Ya bu qədər çətinlikdir bu. Dediydim hani. Dedilər. Bizi bekliyor. Hakkımız iyidir. Dedilər. Dedi değil mi? 5 dəfədən sonra. Qəbul eləmirəm. 2 yazıram 200-ə də. Hı. İndi belə yazıram. Uşaqlar. Belə bir misallar olacaq testin içərisində. Görək bunlar nədir? Görək bu nədir? N bərabərdir. Int. Int nə tip idi? Nihat. Tam ədəd. Tamam. Rəqəm. Bəli. Hara gedir bu misal? Niyə qaçır bu belə? Hə. Bərabərdir. Int input verdim. Burada deyirəm ki, bura 5-i daxil edir. S bərabərdir 0. I bərabərdir 1-ə. While I kiçik bərabərdir n-dən. Onda S bərabərdir S plus i-ni. I də bərabərdir I plus 1-i. Print nə? S. Hesablayın. 6. Yox. On beş. Oğlum 15. Nihat sən? Hesablama apardım mənəm. Okey, super. Altıda qaldım yəni. Niyə? 15'i gəlib çıxa bilmədim. Mən S gəldim axırda 6 aldım. 6'ını da verdim printə. Deməli, birinci dövrümə başlayıram. Birinci dövrümdə S bərabərdir 0. N-ə 5 qiymətini daxil eləmişik. I də bərabərdir 1-ə. I böyükdür, bərabərdir 5-dən. Deyirəm, hə. Düşürəm aşağı. Düşəndə deyirəm, S bərabərdir. S-in qiyməti nədir? Nihat, 0. 0-ın üzərinə gəlirəm. I-nin qiyməti nədir? 1. S neçə oldu? 1. Sonra, indi ümumiyyətlə buradan sonra S-i tam açıq yazacağım, hesablamayacağım. Sonra gəlirəm, deyirəm ki, i bir vahid artır. I plus 1. Bu da elədir 2. İkinci dövrümə keçəndə, ikinci dövrümə bu şəkildə yazaq. S bərabərdir 1 oldu. I bərabərdir 2 oldu. 2 kiçik bərabərdir mi 5-dən? Deyirəm, hə. Düşürəm aşağı. S bərabərdir. S1 plus 2. I də bərabərdir. 2 plus 1 bərabərdir 3-ə.
Gələm üçüncü dövrümə. Üçüncü dövrdə deyirəm i bərabərdir 3-ə, s bərabərdir 3-ə bu şəkildə. 3 kiçik böyükdürmü 5-dən? Deyirəm hə. Onda s bərabərdir 1 plus 2 plus neçə? 3. Burayla 6 alınır. 6 yazır. Yazım bu səfər də bu sənə. Daha sonra i də Koydum. bərabər. S'in cevabını hesaplamışam müəllim ona göre. Aydın yazmırsan da, səliqəli yazmırsan. İlan qurbağa yazmırsan, ona görə oxuya bilməmsən nə yazmırsan. Hə, Nihat? Sonra gəldim dördüncü dövrümə. Dördüncü dövrdə i bərabərdir 4-ə, s bərabərdir neçəyə? 6-ya. 4 böyük, kiçik bərabərdirmi 5-ə? Deyirəm, hə. S də bərabərdir 1 plus 2 plus 3 plus 4. Neçə elədir? 10. Sonra gələm, i də bərabərdir 4 plus 1-ə, o da elədir 5-ə. Gələm 5-ci dövrümə. 5-ci dövr. 5-ci dövrümdə i bərabərdir 5-ə, s bərabərdir 10-a, 5 böyükdürmü? Kiçik bərabərdirmi? 5-dən. Deyirəm, hə. Hə dedim, düşürəm aşağı. S bərabərdir 10 plus 5. Elə də bu 10 plus 5 yazmayayım bunu. Bir dəqiqə. Sorry, bunu belə yazmayayım. Mən bəzən beynimdə hesablama gedir. 1 plus 2 plus 3 plus 4. Bu səfər də plus 5 olur. Yəni bu elə də 15. i də bərabərdir 5 plus 1 elə də 6. Gəllə 6-cı dövrümə. Deyirəm ki 6 böyük kiçik bərabərdirmi 5-dən? Deyirəm ki yox. Girə bilmirəm də dövrümə. Düzdürmü? S-in qiymətini deyir onda çap elə. S-in qiyməti 15-dir. Amma uşaqlar bu bir dənə baxın. Birdən nəyi cəmlədir? Bax. Buna ön baxış eləsəm, belə baxsam uzaqdan. Görəm ki, enə mən verdim 5 qiymətini. Düzdürmü? İri yazıram. Nə verdim Zəhra, Nihat? Bax, bu situasiya məsələlərində düşəcək. Nə verdim buna? 5. Neçəyə kimi hesabladım? 1, 2, 3, 4, 5. 5'i hesabladım. 5'e kimi hesabladım. Onda deyirəm, nədən başladım bəs? 1-dən. Deməli, 1-dən qaydası budur. Desək ki, bu misal nədir? N plus 1-dir, N-dimi, N minus 1-i mi cəmlədi? Bax, belə bir sual verəcək. Onda deyirəm ki, 1-dən 5-ə kimi hesabladı uşaqlar. 5 də nədir? N-in özüdür da 5. 6 olsaydı deyərdim N plus 1-dir. Amma 6 olmadı. Və yaxud da 4 olsaydı deyərdim ki N minus 1-i hesabladı. Olmadı. Tam 5-ə bərabər oldu. Onda deyirəm ki 1-dən N-ə qədər ədədlərin cəmi. Cəmi. Tapır. Başa düşdük. 1-dən N-ə qədər ədədlərin cəmin tapır. Sual var. Yoxsa yoxdur? Yoxdur. Onda belə bir dənə də misal yazıram. Bunu da edeyim. Dedim ki eləməz. Deyirəm ki x bərabərdir int input. Daxil eləsin buradan. 124. Y bərabərdir. Neyse bu düzəldir. Y bərabərdir mi 0-a? While
x fərqli bərabərdirmi sıfıra? And x böyükdürmü sıfırdan? N bərabərdir x fərqli bölək 10-a. Y bərabərdir y vurulsun 10 plus n. X da bərabərdir x bölünsün 10-a. Print. Mən birinci endə qalıq yazırdım. Faiz olan. Bunda hə qalığı tapırdım. Görsəlim mi? Aha. Nihat sen ne aldın? Məndə biri 10-a 421. Program ne program oldu? Ədəbi tərs. Bəli. Bəli, ədədi tərsinə yazan proqram. Deməli, birinci dövrümdə nə edirəm? 124 fərqlidir, bərabərdirmi sıfıra? Fərqli bərabərdirmi sıfıra? And deyirəm 124 böyükdürmü sıfırdan? Hə deyirəm, düşürəm aşağı. H bərabərdir. H bərabərdir 124'ü ona bölünməsindən qalıq hissəsi olur 4. Y bərabərdir 0 vurulsun 10'a üzərinə gəlinsin 4'ü. Daha sonra burada 4 aldık. Yani. Daha sonra x'ı kiçildirək. 124'ü bölürük 10'a nə 12'ni alırıq. Bu bizim birinci dövrümüz. Gəldik ikinci dövrümüzə. İkinci dövrümüzdə nə edirik? X bərabərdir 12'yə, Y bərabərdir 4'ə. 12 fərqlidir, bərabərdir. Fərqlidirmi sıfırdan? And 12 böyükdürmü sıfırdan? Hə, düşürəm aşağı. Bərabərdir 12. Necə deyirlər? Bölünsün 10'a, qalıq hissəsi 2. Y bərabərdir 4'ü vurulsun, y vurulsun 10'a üzərinə gəlinsin 2. Belədir 42. Daha sonra deyirəm ki, üçüncü dövrümə gəlirəm. Üçüncü dövrdə də x bərabərdir 1'ə, y bərabərdir 42'yə. 1 fərqlidirmi sıfırdan? Deyir and 1 böyükdürmü sıfırdan? Hə deyirəm, düşürəm dövrə. Burada bərabərdir 1 bölünsün 10'a. Qalıq hissəsi 1-dir elə. Y də bərabərdir 42'ni 42'ni 10'a vururam. Elədir 420. Üzərinə gələn 1'i. Yəni 421 elədir.
Burada da x bərabərdir 1 bölünsün 10-a, qalıq hissə, tam hissəsi 0 olur. Yəni, burada gəlib yenə yoxlayanda 0 fərqli bölünür 0-dan yoxlayacağım zaten. Y-im də bərabər olacaq 421-ə. Bu nə oldu? Ədədi tərsinə yazan proqram. Düzdürmü? İndi bu soruşacaq ki, nə? Soruda Armstrong ədədlər var. Fibonacci ədədlər var testlərin içində. Onlara da baxacağıq inşallah. Bugünlük dərsimiz uşaqlar bu qədərdir. Sualı olan var mı?